Tofiq Yaqublunun vəziyyətinin daha da ağırlaşdığı bildirilir. Vəkil Fəxrəddin Meytiyev deyir ki, bu vəziyyət biraz da davam etsə, o təcridxanada həyatını itirəcək. 22 günə artıq 13 kiloya yaxın çəki itirib. Vəziyyəti isə getdikcə daha da kritikləşir. Hər an geri dönülməz hallar baş verə bilər, vəkil bildirib. 2024-cü il iyunun 9-da itkin düşmüş. 2 gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibbi xidmət rəisi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Hökmə əsasən hərbi hissə komandiri Samir Həziyev 4 il, tibbi xidmət rəisi Aydın Quliyev isə 3 il azadlıqdan məhrum edilib. Aydın Quliyev məhkəmə zalında həbs edilib. Zelenski bildirib ki, Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri müharibənin sülh yolu ilə həllini müzakirə etmək üçün aprelin 23-ü Londonda görüşəcəklər. Biz qeyd-şərtsiz atəşkəsə nail olmaq və daha sonra həqiqi və davamlı sülhü təmin etmək üçün mümkün olan ən konstruktiv şəkildə hərəkət etməyə hazırıq, deyə prezident bildirib.